işe gelirdin. Salam aleykum değerli dostlar, değerli izleyiciler, hamınızı hoş gördük. Bu günləri çalıştığımız qədər Aysun xanımla sizlərə vlog videosu çəkək. Düzdür, mənim qaqaşımdır, sizin üçün xanımdır. Çünki biz dostuq. Salamlayırsınız izləyicilərimizi. Salamladım Önder Röşen Bey izleyicilerimizi. Allah Herkesin razı günü olsun uğurlu inşallah. geçsin. İlah Günün amin. istisine bakmayarak biz de çıkmışıq. Təqdimatlarımızı eləyirik. Allah haqqı dostlar, valla inandırım sizi, bax bu dəqiqənin özündə yollardayıq, küçələrdəyik. Gəlmişik Görən sizlərə. görən deyir ki, ay Aysun xanım, ay Röşen Bey, deyəsən istirahətdən gəlsiniz, nə qəşəng zaqar almışsınız. Allah haqqı maşında qaralmışıq. Allah haqqı. Qurana and ola. Bizi küçələr qaraldıbdı. Vallahi billahi dostlar. İndi inşallah çalışdığımız qədər sizlərə bu günləri vlog videosu paylaşacağım. Həm də qəşəng çəkilişlərim var. Short videolarında girib ancaq videolarımızı izləyə bilərsiniz. Şəxsi evlərin çəkilişləri dostlar sizə deyirəm. Məndə uzun videolar var, baxa bilərsiniz. Kısa short videoları ise yeni tikili evler için daha doğrusu çəkiliş aparır. İnşallah bu dəqiqə gəlmişik sizlərə bir dənə 4 otaqlı evimizi çəkəcəm. Vlogdan sonra daxil olub istəsəz girib short videolarında daxil olub izləyə bilərsiniz inşallah. Ya Allah dostlar, bax görürsüz asfalt yolun üstündə gözəl 3 dənə ev çəkdim. 56 minə 4 otaq, 53 minə 3 otaq, 60 minə 3 otaq, amma nə boyda da, yəni böyük bir ev. Əgər istəyən olsa girsin, kanalımızda short videolarımız var. Orada izləsin. Həm qısa çəkmişəm, tez bazar, həm də ətraflı izahat vermişəm. Girib baxa bilərsiniz. Aysun, nətərdir yolumuz, izimiz? Yol ayala, evdən çıxdın. Deyə 160. Marşrut xəttin üstündəsən. Rahat bir 160, şəkildə hətta hə gördüm marşrutda. Rahatdır. Evlərdəki o Röşen Bey həqiqətən də büdcəyə kimi uyğun evlərdir. Allah hamd olsun dostlar. Vallahi billahi deyirik. Yəni biz siz için gedib orada, burada, nə bilim, dərənin düzündə Türkün məsəli gedib evlər çəkib təqdim eləmirik. Göstərdiyimiz, çəkdiyimiz evlərin əksəriyyəti yol kənarında olan evlərdir. Uzaq məsafə olsa belə 300-350-400 metrlik məsafəli evlərin uzaqlığı var. Bizim çəkdiyimiz evlər yolla. Hamısı yola da yaxındır. Bəli. Allah hamd olsun. Harda ev çəkmişik, hamısı yola yaxın. Prosto bizdən baxıb niyə gedib başqalarından alırlar? Mən o Röşen Bey, bu şeyləri mənə də təəccüblü gəlir. Mən bir sizinlə təəccüblü gəlir ki, deyir ki, Aysun xanım sizi çox istəyirik. Röşen Bey sizi çox istəyirik. Biz də sizi çox istəyirik. Var olansınız. Sizin sayənizdə biz evlatlarımıza çörək yaparıq. Amma elə baxmısan bizi çox istəyirsən. Yəni əlaqə saxla gəl gedəndə. Allah haqqı mənə təəccüblü qalır. Keçən səfər bir müştərimiz gəldi. Deyir 6 aydır deyir biz sizi izləyirik. Hər deyir videolarınıza baxırıq. Deyirəm bəs sonra deyir heç nə, burada bir dənəsi var idi deyir. Dünənləri deyir başlamışdı işə, deyir gəldi ondan aldı. Allah xeyrin versin, sizə almağına görə demirəm. Sonra da zəng edir ki, ay mən bu sənətin problem çıxdı. Ay nə bilim orada bir problem çıxdı. Bunu həll eləmək lazımdır. Vallahi mən də öz işlərimiz var. Biz bu da vlog çəkirik, ora gedirəm, buraya. Məndən alan müştəriyə canla başla. Ha belə Hər işinə gedirik. Hər işinə Röşen Bey. gedirik. Sözlü banla kəsim. Hətta bir səhər müştərimiz gəlmişdi. onu deyəcəm Aysun xanım. Allah bağışlasın, keçsin günahımdan. Deyir, yaxşılığı deməzlər. Pis çıxmasın. Yaşlı adamı ev satıb altına kimi sən təmizləməyibsən Aysun xanım. Allah xoş olsun. Vallahi evi satmışıq, evinə yemək içməkdən belə, altını üstünü təmizləməyindən belə, evimizdə aparıb bir günlük qonaq eləməyimizdən belə, Allah şahidimiz olsun, hər şey eləmişik. Nə bilim Bilmirəm vallahi. indi Röşen Bey pis insanların zamanəsidir. Artıq yaxşılıqda heç bir qiymət verilmir. Nə Yox, bilim, verirlər. əlimizdən bizim pislik gəlmir. Sən mən verməsək də Allah qoy versin. Bizim yaxşılığımızı Bizim dəyərli əlimizdən də Allah zaten bilsin. pislik gəlmir. Çünki Vallahi. bizim xəmirimiz elə bir xəmir deyil. Biz elə bir tərbiyənin yiyəsi deyilik ki, kiməsə qarşı pislik eləyək. Vallahi billahi. Prosto hər gün oturub içənlər, şey eləyənlər baxırsan ki, şey eləyirlər. Bəlkə də şeytan bizi şey eləyir, Allah haqqı. Ki deyir ona bax hələ filan kəs içir. Ora hardaydı Röşen Bey? Ora bu deyir buradaydı da, qabaqda verim maşını saxlayayım. Deyir Bura? da balon malonsa satılan yerlər var ha. Verim burada maşını saxlayayım, bizə Əslində mən dəqiqə. ora girmək istəyirdim, yaxşı oldu. Aha.
Ya Əbəlfəz, ya Allah'ın adı. Ya Allah'ın adı. Düşək bir dənə alaq çıxaq. Dostlar, baxın hələ, siz də gəlib buradan ürək istəyən ala bilərsiniz. Bu Aysun ağıllanmadı da dostlar. Bu Aysun ağıllanmadı da. Vallahi. Allah'ın olsun. Allah buna haçan ağıl verəcək, onu bilmirəm. Ay Rövşən bəy, siz elə deyirsiniz ki, görən də elə verəcək ki, mən həqiqətən ağlım yoxdur. Ağıllısa. Bir dənə bax, dostlar, hansımız ağıllıyıq? Bir də rəylərdə qeyd eləyin də, nə olar? Bu ağıllıdır, yoxsa mən? Bir də rəylərdə qeyd eləyin də. Mən pis fikirlərə də, yaxşı fikirlərə də açıram. Amma təbii ki, bu bir zarafatdır, öz aramızda indi bir zarafat edirik, dəyərli izləyicilərimiz. Allah həqiqətən də heç kəsin ağlını başından almasın. Ay Rövşən, böyümürsən də. Dostlar, gedirik, bir dənə qəşəng evimiz var, onu çəkək. Təqdimatımıza gedirik, bəli. Makitodur, ev deyil, makitodur. İnandırım sizi, gir yaşa da, asfalt yol, məhlə gözəl, qəşəng, səliqə, çiçək, baca. Gir bir dənə izlə, elə belə. İndi vlog videolarımız qutarandan sonra daxil olub izləyərsiniz də. Qəşəng, bax günümüzü də çəkirik sizlərə. Nələr eləyirik. Bax indi yemək almışıq, Allah haqqına bax hələ dostlar. Maşında yeyirik, Qurananda olsun. Sən canı yedin tutardın sən Aysu? Yox, mən evə qoydum. Yedim qoyma, niyə yemədin ki? dedilər, mama belə şey yeyə bilir, dedim yox. Yusuf bölüm, ha. Yo, yeməyə heç yerim yox Allah, ya. Allah, Allah. İstəyim imkan vermir yeməyə. Ay Rövşən bəy, istəmirəm. Sən Vallahi istəyim Allah, imkan ben öz vermir. çoxsunu özümə götürdüm ha. Yo. Sən Vallahi Allah. o deyiləm, Qurana ürəyim istəmir. Hı. İstedi deyə adam iştahı yoxdur. Böldüm koydum burada, yersiniz Allah. Ya günümüz Bizdə hər şey olduğu kimi. Hər şey olduğu kimi. Ha, sonra da deyirlər Rövşən, hardan köçərsən, Aysun hardan köçərsən, bax buradan. Oturduğumuz yerdə yeyirik ona görə. Vallahi buradan. Oturduğumuz yerdə yeyirik, suyumuz da baxın belə alırıq, içirik. Göz haqqınızı halal eləyin. Çıxıram yaxşı bir dətəcəm. Ya Allah'ım, görək yolumuz haradır dostlar. Hal-hazırda Ülvi İnşaat tərəfdəyəm. Allah'ın izniyle. Deyəsən Bakirət kəsirdə. Ülvi İnşaat tərəfdəyəm. Gedirik sizlərə bir dənə 72 minə şəxsi ev var. Onun inşallah bax bu dəfə qəşəng bir dənə enli videosunu da çəkəcəm. Həm də qısa videosunu çəkəcəm dostlar. İstəyənlər girsinlər səhifəmizdən, daxil olub izləsinlər inşallah. Dostlar, hal-hazırda gedirik sağa gedən yol tərəfə. Maşının təkərici boşalıbdır. Gedirəm ona hava vurduraq. Bu arada buralar Binə qəsəbəsində İmam Həsən məscidi deyilən küçələrdir. Vaxt var idi ki, mən bura gələndə, bura bir tək yoldan ibarət idi. Özdə ilahi pərverdigarı nə gündə həm göl, həm qaya, həm dağ, dərə. Bildiniz, buralar asfalt deyil idi, ha, dağ, dərə idi. Palçıq, balota, belə pis gündə idi mən gələn dövrlərdə, yəni gör neçə il bundan əvvəl. Amma yenə sağ olsunlar, yəni onunla belə mənim burada satışım indikindən belə çox idi dəyərli dostlar. İndikindən vallahi satışım çox idi. O vaxtı palçığa cəmaət axın eləyib gəlirdi çim asfalt yola. İndi bu quruluğa, indi bu şəraitli yerlərə gələn azalıqdır. Əvvəl o boyda palçıq, zığa, amma digər ki gələn nəfərimiz, ahalimiz daha çox idi. Buralardan avtobus dala qayıdırdı, girmirdi. Buradan avtobus 160 nömrəli avtobus içəriyə girmirdi. Həqiqətən. Allah şahidim olsun. Sağa gedən yoldan fırlanırdı. Heç buralara da gəlib çatmırdı. Buralarda maşının altı da dağım doğum olur. İndi maşallah 2 tras, yol, işıqlandırılma, asfalt, hər şey var, hər şey. Çək get görək, axsaqqal bir çək görək. Yenə belə geçsin də. Ya Allah'ın adı.
Ay baba, mən bu təkərim yenə boşalır. O günlər şeylədik, yenə xeyri yoxdur. Baxın dostlar. Təkərim tam yeyilib, yetim vəziyyətindədir. Buna bax. Yox kimi bir şey. Qoy bax, şimdi də bunu çəkim görüm hələ. Çəkim görüm. Sən şeylə bax, sən narahat olma. Yox, çəkirəm. Paraşoklu sudur dostlar. Gel vaxtı da, sən bilirsən, mən bilmirəm. Şajqalkanın dodağına oxşur o. Əri belə. Doldurdum değerli dostlar. Doldurduk. Düzelttik. Hədin açın. Karpuzun bağında çay çək. İndi oxu işi yekunlaşdırdıqdan sonra İnşallah. hələ müştəri gəlir. Dostlar, konum açmalıyam. Ona göre inşallah hal-hazırda yol gedirəm. Ona göre canlı yayın danışa bilmirəm. Düşən kimi istəyirəm bu bir evi elə belə bir sizə göstərəm. Proqramını ki, necə bir evlər ki, necə bir evlərimiz var əlimizdə Azərbaycanda. Ya Allah dostlar, gəldik görək. Bura bizim məhlə. Belə bir məhlədir, yaşayışlı məhlə. Evdə bax bu ağacın altındakı evdir. Açar da burada olacaq deyin görüm. Ya Allah. Burada bax, nə qəşəng qurtdur. Su qabın içindədir, su var. Uy, arılar var idi. Şu. Arıları çıxartdım bizə. Qorxdum ya, özdə dedim sancacaq. Ya Allah, açar hardadır? Qoy sən gelin görüm. Ay ev yəsi. Ay baba. Geldim. Sən nə çaraqları? Arı biraz adiyaz qal, Allah'ın olsun. Şey Asara. Selamünaleyküm. Gelmiş diye bir çəkməyə baba. Ya Allah'ın adı. Dostlar, bu evde bak satılır 72 minə. Paylaşacağım, baxarsınız Allah'ın izniyle. Dostlar, siz Allah baxın hələ. Bizim kanalın gözəlliyinə baxın. Çox gözəl ha. Binəmizin hər yeri gözəldir. Bax, kanalın özəlliyi budur bax. Qəşəng. Sərin suyu, ləzzətli. Balıq tutmağa yeri. İtə baxın hələ. İtdə nəsə uğurlayıb qatırına bax. Bu da qəşəng kanal. Superdir ha, ləzzət edir. Adama huzur verir, bax bu su. Nə desəz adama dəyər, Allah'ın olsun. Yola yaxın, izə yaxın, hər şey qəşəng, səliqəli. Asfalt yollarımız, baxın elə dostlar. Gül kimi asfalt yollarımıza qədər hamımıza. Mükəmməl yer, dükan, mağazin, hər şey əli altında, bax. Qarpızı, yemişi, hər şey, bax, aha. Bu da ana. Cəmaət bunu Sabirabaddan dərmirlər. Elə burada həyətlərində kimisə dərir, aparı satır. Bax belə. Təbii,
Susi. Bıcı bıcı. Bak süper yerlerimiz var valla. Əladır. Necə daşın? Əla. Xeyirli uğurlu olsun inşallah. Burada gözəllik salonu. Studiyo xidmətləri. Nəysə dostlar, belə çıxırıq əsas ana yolumuza. Davam son sürət binə mərkəz. Düzdür. Salam axşamınız xeyir olsun necə dostlar. Bu günləri inandırım ora get, bura get. Ortalıqda da heç də yox. Yox, olmamda var ya, müştəri gəlib gedib. Yoxsa reallıq yoxdur ortada Rəşən bəy. O yerəkdə elə mən də onu deyirəm də, qısacaq deyirəm, ortalıqda da heç də yox. Dostlar, gedir inşallah. Deməli, bir dənə də müştərimiz var, onu da qarşılayaq. Görək inşallah nə Bəlkə göstərir. günün sonunda nəsə eləyək. Bəlkə. Xeyirlisi Allahdan olsun. Allah hər kəsin ruzusunu versin. Gecəli, gündüzlü. Amin. Allah hamının ruzusunu, bərəkətini bol eləsin inşallah. Xeyirlisi Allahdan olsun. Dostlar, hal-hazırda gedirik maşınımızı yuduzduraq. Ha, bəli. Müştərini dolduraq. Müştərini dolduraq nədir? Görürüz ki, sual verdim. Bəli, müştərini qarşılayır, ondan sonra işlərimizi İnşallah, inşallah. Deyək ki, gec olacaq, birinci müştərini qarşılayır. Hadi gedək, müştərini qarşılayaq, oradan da gedək inşallah mutluya. Çox yaxşı adam idilər, valla. Dostlar, müştəri ilə getdik, evlər görsətdik, üzə çıxdıq. İndi hal-hazırda gedirik Moyka tərəfə. Elə yolumuzun üstüydü inşallah, buradan da gedək. Görəsən bunlar olacaq Ayşun xanım? Real adam oxşayırlar, inşallah. Sabah fikirlərini cəmləsinlər, bir evimiz var onun üstündə. Görək neynirlər. İnşallah, xeyirlisi Allah'da. 46 minə bundan artıq da nə götürəcəklər ki? Valla. Tembol indirim də oldu. Xeyirlisi Allah'tan. Dostlar, hal-hazırda valla bax 52 minlik evi 46 minə indirim eləmişik. Görək müştəri sabahları rəy nə olacaq. Çalışacağım sabahlarda uzun video vlog çəkək, paylaşaq. Əgər müştəri gəlmiş olsa onu belə icazəsini alıb çəkəcəyik. Əgər icazə versə. Verməsə də heç də. Daha indi bundan bəhrələnərik. Xeyirlisi Allah'tan olsun inşallah. Hal-hazırda binədə Trend yol tərəfdəyik dostlar. 160'ın kanesinə çatmamış Bəri tərəfində. Bax deyirlər binə belədir, elədir. Bax binə kimi yer var, canlı, hər tərəfi. Binənin bütün yolları bax belə mərkəzdir. Bax hər yeri binənin mərkəzdir. Yəni başqa yerlərə gedib gəlirik də. Bir dənə mərkəzi qaynayır, qalan heç yanında oynama, qaynama, temp yoxdur. Amma binədə burada bu dəqiqənin özündə mərkəz kimidir. Məhəlləçiləri belə mərkəz kimidir ha. Allah hamd olsun dostlar. Baxın, hər addım başı dükan, mağazin, produkt və s. Maşınlar maşallah cıbıl. Oyna buydu oyda. Fikir verdiğim köpər bir dayıydı. Ya Allah. Gedək indi isə Allah'ın izniyle dostlar. İnandırım yolu kamerada daha yaxşı görürəm. Sən belə normal daha fikir ver. Kamera işıq olması daha yaxşı. Allah haqqı yolu kamerada daha yaxşı görürəm. Bize gelsek olsa. Keçən oğlu, keç. Sən yaxşı oğlansın, sür. Sür əmi oğlu, sür. Muzikal neri? Binəmizin vallahi yolları hər bir addım başı maraqlıdır.
Quran and olsun dostlar. Fikir verin elə. İnsanları, yaşayışı, hər kəs işinə, səhər, axşam evinə. Millət cıvıl-cıvıl. Binə bir son 5 ildən sonra, bax mən sizə açıq deyirəm. Açıq Targov olacaq. Bax and ol Allaha deyirəm. Açıq Targov ha, bildiyiniz açıq Targov olacaq. Bir 5 il keçsin. 5 ildən sonra gəlin biniyə baxın yana. Deyərsiniz ki, məsələn, buradan ev almayanlar hamısı deyəcək ki, ayda, kaş ki binədən o vaxtı ya deyəcək evimi satmazdım, ya da deyəcək ki, kaş ki ev alardım. And ol Allaha. Pula kimi evlərimiz var ya, super şəraitli. 80 minə şəxsi ev, bu yolun üstündə, burada qəşəng evim var, 80 minə. Super evdir. Real alıcıya endirim deyir, özdə bütün mebellərini qoymaq şərti ilə. Buna görürsünüz nətəri insanlar, maşınlar. Bu ara küçələrimiz daha bizim. Ara küçələrimizdir bunlar. Bunlar mərkəzi yollar deyil. Prospekt deyil. Amma prospekt kimidirlər ücə. Bildiyiniz o qədər maşınlar keçir, insanlar keçir. Prospekt yoluna oxşuyur. Baxın elə. Gül kimi yerlər buradan olsun. Təmiz asfaltlı, işıqlı məhəllələri. Əvvəllər düzdür, belə şeylər yox idi. Amma son bu neçə ildə bütün hər yeri düzəldi yəni. Şirin suları, hər şey var. Su basan yerlər deyil, qurut yerlər deyil. Valla bəzi yerləri baxırıq da Binəqədidə, orada, burada, Sabunçuda. Allah'a şükür, Binədə qətiyyən elə şeylər yoxdur, qətiyyən. Çatdıq, bu da bizim moykamız. Aha, ben prosto ortanı gözləyəcəm. Qırağa sala bilmirəm çünki bizdə cipdir. Dostum necəsən? Nə var nə yox? Keyfin alın. Mən ortanı gözləyirəm da. Geç çıxacaq? Hə, bildim, problem deyil. Dostlar, orada bizim moykamız. Qardaş Yusun, inşallah biz daxil olaq. Dostlar, bu günlərdə bu qədər inandırım daha ki artıq maşını yudum. Bildiyiniz tükəndim. Allaha and olsun dostlar. Vallahi billahi bildiyiniz tükəndim da daha. Sabahları Allah'ın izniyle çalışacağım, vlog videoları açım. Da elə belə yox, normal bir vlog videoları inşallah. Səhər də axşam evə gedəcəm. Allah'ın izniyle bəyənmədə qalın, izləmədə olun. Kanallarda da mütləq faiz Amin. olmalıyıq Rövşən bəy. 100% canlı yayım da açmalıyıq. Dostlar, abone olun ki, canlı yayımlarımdan da xəbəriniz olsun. Birbaşa.